Salam dostlar, hər vaxtınız xeyir olsun. Əlizadə Elvin kanalında sizləri xoş gördük. Deməli bugün mən cücəsini paylaşdığım DOS 308 cücələri haqqında danışacağım sizə. Bunların yeni görüntülərini çəkmişəm. Hal-hazırda 25 günlük vəziyyətlərini göstərəcəm sizlərə. Çox adam inanmaz, amma ki bu broiler cücələri 25 günündə 2 kiloqram çəkiyə çatır. Sizlər üçün mən bunu şəklində çəkmişəm tərəzidə. Onu da videoda paylaşacağım. Hal-hazırda 2 kilo 30 qram gəlir çəkiləri. Amma mən bunları, məndə 15 ədəd idi. Onlardan 4'ü öldü, 11 ədəd idi. 11 ədədi də kəsmişəm 9 dənəsini. Yerdə 2 dənə qalıb, bir xoruz, bir fərəli məncə. İndi hal-hazırda onları böyütməyə çalışıram. Neçə kilo olacaqları maksimum mənə də maraqlıdır. Yəni də sizlərlə bölüşəcəm. Bunların saxlanılma zamanı ən əsas diqqət yetiriləcək məsələ bunların yemidir, yemləri və yerləri.